Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə Yeni Yasamalda Məhəmməd Xiyabani küçəsində Qismət Şadlıq Sarayı Qismət Parkının yanında ümumi sahəsi 98 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə bir mənzil təqdim edirəm. Mənzilimiz əşyalı satılır. Bura mənzilimizin qonaq otağıdır. Qonaq otağından eyvana çıxışı var. Keçək mənzilimizin digər hissələrini göstərim sizlərə. Giriş qapısıdır. Girişdən girikdə sağda belə bir mətbəximiz var əziz izləyicilər. Arxa divar şaxtadır mətbəxin. Dəhliz boyu gəldikdə bu hissədə mənzilimizin uşaq otağı yerləşir. Uşaq otağından da eyvana çıxış var. Uşaq otağı və qonaq otağından eyni eyvanlara çıxışdır. Bütün otaqların eyvana çıxışı var dəyərli izləyicilərim. Sanitar qovşağı sanuzeli ayrı-ayrıdır. Bura mənzilin sanitar qovşağıdır. Bura isə mənzilimizin sanuzelidir dəyərli izləyicilər. Mənzildə təmirdən sonra çox qısa müddət yaşayış olub. Keçək mənzilimizin böyük yataq otağını da göstərim sizlərə. Kubçalı mənzildir, dövlət ipotekasına tam yararlı bir mənzildir. Bura mənzilimizin yataq otağıdır. Görünən əşyaların hər biri qalır mənzildə. Yataq otağında ayrıca bir eyvanı var. Mənzilimiz 15 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Ümumi sahəsi 98 kvadratdır. Şəhər panoramalı bir mənzildir, polskvaznoydur. Əşyalı, kubçalı, dövlət ipotekasına yararlı bir mənzildir. İstilik sistemi kombidir, əzizlərim, döşəmə parket döşəməsidir. Ətraflı məlumat üçün səhifədəki nömrə ilə əlaqə saxlayın.